divarı nem yıxar, insanı qəm yıxar. Əziz dostlar, siz olun, heç vaxt qəm eləməyin. Çox da çətin deyil. Yaxşı əhval-ruhiyyə sizin əlinizdədir. Məsələn, uğursuzluqlarınızı yadınıza salıb keyfinizi pozada bilərsiniz. Uğurlarınızı yada salıb keyfinizi yaxşı da eləyə bilərsiniz, yaxşı əhval-ruhiyyə də əldə eləyə bilərsiniz. Əziz dostlar, sizə yaraşan yaxşı əhval-ruhiyyədir. Həmişə insanın içərisindən iki səs insana gəlir. Biri səni bədliyə, dilxorluğa səsləyir, o birisi yaxşı əhval-ruhiyyəyə. Baxır, indi siz hansı səsi dinləyirsiniz? Əzizim, hər şey düşüncədən asılıdır. Bu barədə gözəl bir atalar məsələmiz də var. Yuxarıya baxıb fikir eləməkdənsə, aşağıya baxıb şükür eləmək lazımdır. Bu mənada hər şey sizin əlinizdədir. Sizə yaraşan yaxşı əhval-ruhiyyədir.